Salam uşaqlar, bugünkü dərsimiz olacaq tam ədədlər, tam ədədlərin toplanması, çıxılması, vurulması və bölünməsi. Uşaqlar, tam ədədlər nədir? Deməli, ədəd oxunda, bir dənə ədəd oxu çəkir uşaqlar. Ədəd oxunda hesablama başlanğıcı, yəni 0. Natural ədədlər bilirik ki, uşaqlar nədən başlayır? Birdən başlayır, sonsuza doğru davam edir və onların əksi -1, -2, -3, -4, -5 və sonsuza qədər. Deməli, 0 natural ədəd, sonra natural ədədin əksi, natural ədədin əksi 0 və natural ədəd. Bunların hamısı bir yerdə bizə verir uşaqlar tam ədədləri. Deməli, biz belə bir söz işlədə bilərik ki, natural ədədlər tam ədədlərə daxildir, amma tam ədədlər natural ədədlərə daxil deyil, çünki testdə suallarda düşür uşaqlar. Deməli, birincisi biz bildik ki, natural ədəd, onun əksi və 0 hamısı bir yerdə tam ədəddir. İkincisi, gəlin biz bu tam ədədlərin müqayisəsinə baxaq, elə ədəd oxu qarşımızda olanda. Yadımızda saxlayırıq uşaqlar, ədəd oxunda soldan sağa getdikcə ədədlər böyüyür. Bir qayda olaraq, natural ədədlərin hamısı həm 0-dan, həm mənfi ədədlərdən çoxdur. Böyükdür, daha doğrusu 0 natural ədədlərdən kiçikdir, mənfi ədədlərdən böyükdür. Mənfi ədədləri öz aralarında müqayisə eləsək, məsələn, -5, -2. Hansı böyük olacaq? Hansı daha sağda yerləşir? -2. -2 daha böyükdür. Bunu Lori dildə desək, siz yadınızda necə saxlaya bilərsiniz? Mənfi ədədlərdə kiçik həmişə böyük olur. 5 böyükdür, 5-dir, yoxsa 2 hansı kiçikdir? 2. Deməli, -2 -5-dən daha böyükdür. Məsələn, mən yazaram -10 və -47. Hansı kiçikdir 10? Deməli, -10 daha böyükdür. Belə daha rahat yadda qalır uşaqlar. Bu da bunun müqayisəsi. Sonra ədədin modulu var. Nədir ədədin modulu? Ədədin moduluna biz ədədin mütləq qiyməti deyirik. Mütləq qiymət bu işarə ilə işarə olunur. Müsbət ədədin modulu müsbətdir. 0-ın modulu 0-dır. Mənfi ədədin modulu da 0-dır. Mənfi ədədin də modulu müsbət ədədə bərabərdir. Uşaqlar, modul hesablama başlanğıcından verilən ədədə qədər olan məsafədir və məsafə də heç bir zaman mənfi ola bilməz. Məsələn, mənə deyir ki, uşaqlar, modulda x-in qiyməti 4-dür. Onda x-imin qiyməti olar həm 4, həm də -4. Böyük qiyməti desəm 4-ü götürərəm, kiçik qiyməti desəm -4-ü götürərəm. Niyə? Çünki 4-ün də modulu 4-dür, -4-ün də modulu nə verəcək mənə? 4. İndi natural tam ədədlərin toplanıb çıxılmasını keçəndən sonra uşaqlar bu modula aid misallara bir də qayda edeyim. Sonra başlayaq tam ədədlərin toplanıb çıxılmasına. Uşaqlar, toplanıb çıxılmada, yəni toplamanı ayrı, çıxmanı ayrı keçməyə ehtiyac yoxdur. Niyə? Nəyi yadınızda saxlamalısınız? Eyni işarələri həmişə toplayıram. Bir bu qaydanı yadınızda saxlayın. Müxtəlif işarə gördünüzsə, böyükdən kiçik çıxacaq, böyüyün işarəsini qoymalıyıq. Necə? Nə deməkdir eyni işarə, nə deməkdir müxtəlif işarə? Gəlin baxaq. Bizə misal verib. -4, -3, -2, -1. Uşaqlar, burada hamısının işarəsi necədir? Mənfi. 4-ün də işarəsi mənfidir, 3-ün də işarəsi mənfidir, 2-ün də işarəsi mənfidir, 1-in də. Hamısının işarəsi eynidir. Qayda nə idi? Eyni işarələr toplanır. Yəni -4, -3, -2, -1 hamısını topla. 4-ün elə bil belə yaza bilərsən. -4 plus 3 plus 2 plus 1. Cavab nə eləyəcək? -10. Belə də yaza bilərəm. -6 çıx 7 çıx 8 çıx 9. Burada da işarəyə baxsın uşaqlar.
-6, -7, -8, -9. Yəni buna toplama çıxma kimi yox uşaqlar. İşarəsi ilə işləyirsən. Baxıram hamısının işarəsi eynidir. Nə etməliyim uşaqlar? İşarə eynidirsə toplayıram. 6 ilə 7 13, üstünə 8 21, üstünə də 9 -30. İndi belə bir də nə yadınızda saxlayırsınız uşaqlar? Baxın, mötərizənin hər iki tərəfində bunu vurma bölmədə daha aydın keçəcək. Bir müsbət, bir mənfi bizə mənfi verəcək. 2 mənfi bizə müsbət verəcək. Nə deməkdir? Baxın, bunu silirəm. Bunu mötərizədən ləğv elə, mötərizəsiz yazaram. Necə? -4. Bir müsbət, bir mənfi bizə mənfi verəcək. -3, müsbət, mənfi, -2, müsbət, mənfi, -1. Düzdür? Yenə işarələr -4, -3, -2, -1. Eyni şeydir da. Cavab olacaq -10. Amma bir də belə misal yazarım uşaqlar. Baxın. -4 çıx, -3 çıx, -2 çıx, -1. Bunu indi gəlin buna baxaq. Mötərizələrdən azad eləmək istəyirəm. -4, 2 mənfi. Mənə nə verəcək uşaqlar? Müsbət, bunu unutmursunuz. 2 mənfi, müsbət, 2 mənfi, müsbət. Baxıram ki, hesablamamda həm mənfi var, həm müsbət var. Müsbətləri bir toplayıram. Müsbət 3, müsbət 2, müsbət 1. Eyni işarələr -4 üstə gələk. Müsbət 6. İndi bura baxıram uşaqlar. İşarələr əksinə fərqlidir. Biri mənfidir, biri müsbət. İşarə fərqli olanda necə edirəm? Böyükdən kiçiyi çıxıram. Modulu böyükdən, daha doğrusu modulu kiçiyi çıxıram. Böyüyün işarəsini qoyuram. 4 böyükdür, 6 böyükdür. 6. 6-dan 4-ünü çıxıram, eləyir 2. 6-nın işarəsi müsbətdir. Cavabı müsbətçi. Həm də mən bunu belə də yaza bilərdim də uşaqlar. Düzdür? Gəlin bir dənəsinə də baxaq. Məsələn, yazıram. -6 plus 7 çıx 3 plus 4 çıx 2. Nə deyir bunu hesabla? Asan yol nədir? Mənfilər 1, -6, -3, -2. Cavab necə olacaq? -6 ilə 3, 9, üstünə də 2, 11. Cavab -11. İndi gedirəm müsbətlərə. Müsbət 7, müsbət 4. Cavabım müsbət 11. Əks ədədlərində cəmi nə verir mənə uşaqlar? 0. -11 ilə müsbət 11 toplasın. Bu 11 çıx 11 deməkdir da. Düzdür. Cavabım nə olacaq? 0. Yəni, vurma bölmə yoxdursa, misalda toplama və çıxma əməlidirsə, mənfilər 1, müsbətlər 1. Ən rahat yolu odur. Bəs mötərizəli verirsə necə edim? Gəlin baxaq. Məsələn, yazıb. Mən özüm kiçik rəqəmlərlə yazıram ki, uşaqlar. Hesablama daha rahat olsun. Yəni, bunu istənilin 2 rəqəmli, 3 rəqəmli, 4 rəqəmli nə verir versin hesablaya bilərsiniz. -5 çıx, -3, plus, -2, çıx, -4. Yəni, həm toplama əməli var, həm çıxma əməli var, həm mənfi var, həm müsbət var. Düzdür? Gəlin gedin. Birinci, bu tipli məsələlərdə uşaqlar ən azı yox, mötərizəni yox edirik. Necə? -5 qalır. 2 mənfi bizə müsbət verir. 1 müsbət, 1 mənfi bizə mənfi verir. 2 mənfi bizə müsbət verir. Bəxşi kimi sadələşdi uşaqlar. Mötərizələr yox oldu. İndi mənfilər 1. -5, -2. Eyni işarələr. -7. Müsbət 3, müsbət 7. Cavab 0. Necə olursa ikizlərdə yazırım uşaqlar, cavab 0 olur. Deməli, əslində çətin deyil uşaqlar. Hələ yeni deyil, vurma bölməni keçməmişim. Ancaq toplama çıxma olanda nəyə fikir veririk? Mötərizə varsa mötərizəni ləğv eləyirəm, mötərizəni silirəm. 2 mənfi mənə müsbət verəcək, 1 müsbət, 1 mənfi mənə mənfi verəcək. Mötərizədən azad eləyəndən sonra mənfilər 1 toplayıram, müsbətlər 1 toplayıram. Sonda əlimdə qalanda işarə fərqlidir axı, böyükdən kiçik çıxıb böyüyün işarəsini qoyuram. Sonuncu bir misala da baxaq. 9 çıx 3 üstə gələk. -4 çıx -2 plus 6. Baxaq. Birinci işimiz nədir? Baxıram ki, həm toplama var, həm çıxma var, həm mənfi var, həm müsbət var. Mötərizədən azad eləyirəm. 9 çıx 3, müsbət mənfi mənə nə verəcək uşaqlar? -4, bəli. 2 mənfi müsbət plus 6. Bərabər.
Mötərizədən azad elədim. Digər işim nədir? Mənfilər 1, müsbətlər 1. Mənfi 3, mənfi 4. Başqa mənfim var? Xeyr. Mənfi 7. İndi gedirəm müsbətlərə. Müsbət 9, müsbət 2, müsbət 6. Bu da eləyər müsbət 17. İşarələrim indi əks oldu. Biri mənfidir, biri müsbət. Böyükdən kiçiyi çıxım. 17-dən 10-u çıxıram. 10. Böyüyün işarəsi müsbətdir. Müsbət 13-ü biz sadəcə bu müsbəti yazmırıq. İnanıram ki, bu hissələri başa düşdük. Sonra uşaqların ən çox səhv elədiyi nədir? Məsələn, mənə verir. A çıx B plus C. Deyir A mənfi 5-dir. B mənfi 4-dür. C mənfi 3-dür hesabla. Bu tipli məsələləri uşaqlar gətirir. B-nin yerinə mənfi 4 yazır. Belə yazır. Bax, ən çox səhv nədədir? Yazır. Mənfi 5 çıx 4 çıx 3. Daha doğrusu plus 3. Burada plus var deyir. Səhv nədədir? Bu tipli məsələlərdə mən dəstədə uşaqlara deyirəm. Mütləq və mütləq gətirib rəqəmi qoy başına. A mənfi 5-dir, B mənfi 4-dür, C mənfi 3-dür. Yazdım. İndi başla yazmağa. Mənfi 5 çıx. Bax, çıx işarəsi var. B-yə mənfi 4. Üstə gələk. Mənfi 3. Bayaq ki, misal aldı. Mötərizə var. Azad elə. Mənfi 5. 2 mənfi bizə verəcək müsbət. Müsbət 4. Mənfi verəcək. Mənfi 3. Mənfilər 1. Mənfi 8. Müsbət bir də nədir? Müsbət 4. Böyük 8-dir. 8-dən 4-ün çıxıram. 4. 8-in işarəsi mənfi. Cavab mənfi 4. Mən sizə dərsin əvvəlində də dedim. Toplama çıxma hissəsindən sonra modula qayıdacaq. Məsələn, eyni məsələdir. Yəni bu ABC olduğu kimi qalsın. İndi modul üzərində də biraz işləyək ki, uşaqların səhvi orada da çox olur. Məsələn, yazıb modul A çıx modul B. Bir də yazıb A çıx B modulda, B çıx A və ya B plusa yazıq. Fərq yoxdur. Bax, bu üçünü gəlin hesablayın. Yenə, AB verib, işim nədir? Gətirib başına yazmaq. Bura mənfi 5, buna mənfi 4. Bərabər qoymamışım. A mənfi 5-dir. Yazıram birinci. Mənfi 5 modulda çıx, mənfi 4. İndi, modulda mənfi 5-in modulu 5-dir. Çıx, mənfi 4-ün modulu 4. Cavab 1. Burada isə hesablama aparıb sonra moduldan çıxaracağım. Buraya yazıram mənfi 5, buraya yazıram mənfi 4. Açdım modulu. Mənfi 5, çıx, mənfi 4 modulda. Bərabərdir. Açdım. 2 mənfi bizə nə verəcək? Müsbət. Mənfi 5 plus 4 bərabərdir. İşarə əksdir. Böyükdən kiçiyi çıxıram. 1. Böyüyün işarəsini qoyuram. Mənfi 1 bərabərdir. Cavab 1. Bunu belə də birbaşa da yaza bilərsiniz. A mənfi 5 yazdım. 2 mənfi bizə nə verir? Bax, bu 2 mənfi bizə müsbət verir. Plus 4 birbaşa da yaza bilərsiniz. Buraya yazıram. Mənfi 5, mənfi 4. B, yox, yerlərin səhv yazdım. 1 dəqiqə uşaqlar. B mənfi 4-dür, A mənfi 5-dir. Mənfi 4, mənfi 5. Mənfi 4 üstə gələk, mənfi 5. Mənfi 4, bir müsbət, bir mənfi bizə nə verir? Mənfi. İşarələr eynidir. Mənfi 9. Cavab nə verəcək uşaqlar bizə? 9. Bu hesablamada uşaqlar borcla da işləmək olur. Məsələn, mənfiyə borc, müsbətə öz cibindəki pulunu da deyə bilərsən. Məsələn, mənfi 5 ilə 4 deyil. Deyirəm 5 manat borcum var, 4 manat pulum var. Deyirsən, mənfi 1 manat borcum var. Cavab olur mənfi 1. Bəzən bu da uşaqlara çox kömək olur hesablamada. Bu da modul üzərində hesablamalar. Sonra uşaqlarda yenə daha çox səhv elədiyi sual tipləri var. Məsələn, mənə deyir ki, uşaqlar, mənfi 8 və 20 arasındakı, indi məsafələrə baxaq. Məsafə nə deməkdir? Uşaqlar, məsafəni belə fikirləşin ki, birinci qayda olaraq izah eləyəcəm sizə, düstur olaraq. Sonra yəni düşünərək də tapmaq olur. Düstur yadımdan çıxdı, mən necə eləyim? Hər ki o izah eləyim. Qayda nədir? Məsafəni tapanda böyük ədəddən kiçik ədədi çıxırsan. Yəni, böyük ədədim neçədir? 20.
20 çıx. Kiçik ədədim necədir? Mənfi 8. Mənfi 8. 20. 2 mənfi bizə nə verəcək müsbət? 20 plus 8. Cavab 28. Deməli, mənfi 8-dən 20-yə qədər məsafə nə qədərdir? 28. Mən necə izah edirəm daha rahat uşaqlara? Deyirəm, uşaqlar, məsafə istəmədi. Sən durmuşsan 0-da. 0 aşağıdan yazaq. Bir dəqiqə. Mən durmuşam uşaqlar. Bir dəqiqə. Aha. Mən durmuşam burada 0-da. Burada mənfi 8-dir. Burada da 20-dir. Məsafə nə deməkdir? Məsafə ədəd oxunda gedən addımlar. Mən 0-dan durmuşam. 20-yə qədər neçə addım ata bilərəm uşaqlar? 20 addım. Və 0-dan mənfi 8-ə qədər neçə addım ataram? 8 addım. Fərqi var mənfidə durub və ya müsbətdə durub. Sənin addımın da məsafən də məsafə mənfi ola bilməz ki. 8 addım bura, 20 addım bura. Toplasam mən neçə addım atacağım? 28 addım. Və ya mən sizə deyirəm ki, uşaqlar, bəs 8-dən 20-yə neçə addım ataram? Tez 20-dən 8-dən çox deməəm, 12 addım ataram. 8-dəyəm. 12 addım atmalıyım ki, gəlib çatdım 20-yə. Yəni 8-in üstünə seçəcəksəm 20 edeyim. 12. Məsafə bu qədər asandır. Və ya məsafəni məndən belə soruşa bilər uşaqlar. Məsələn, deyir ki, mənfi 8-dən 4 vahid məsafədə hansı ədədlər yerləşir? Yeni deyil, məsafə nədir? Addım. Nə deməkdir? Sən durmuşsan ədəd oxunda. Bura 0. Tutaq ki, burada. Mənfi 8-də durmuşsan. 4 vahid məsafə. Sən deyərsən ki, ay məmmə, mən 4 addım sağa da gedərəm. 4 addım sola da gedərəm. Sağa getsəm toplayaram, sola getsəm nə edirəm? Çıxaram. Mənfi 8-in üstünə 4 gəlirəm. İşarə fərqlidir. Böyükdən kiçiyin çıxıram. 4 işarə mənfidir. 4 addım sağa getsəm gəlib düşəcəm mənfi 4. Bəs sola mənfi 8 çıx 4. Mənfi 8, mənfi 4. İşarə eynidir. Toplayıram. Cavab mənfi 12. Deməli, mənfi 8-dən 4 vahid məsafədə hansı ədədlər yerləşir? Yenə də deyil. Mənfi 8-də durursan, 4 addım sağa da gedərsən, sola da gedərsən. Sağa getsən, toplayarsan, sola getsən, çıxasın. Cavab yəni mənfi 4 və mənfi 12. Sonra yenə mənfi 8 və 20 arasında dayanaq. Bu, indi məsafəni başa düşdük, yaxşı. Bəs bizdən bir də nə istəyəcək uşaqlar? Deyir ki, mənfi 8 və 20 arasındakı tam ədədləri tap, natural ədədləri tap, hasilin tap, cəmin tap, müxtəlif suallar verir. Arasındakı bir yazaq. Tam ədədlər sayını tap. Necə tapıram? Yenə ədəd oxu. Birinci ədəd oxu üzərində izah edirəm. Sonra ədəd oxu lazım olmayacaq. Bura mənfi 8, bura 20. Uşaqlar 0-dan 20-nin arasında neçədən ədəd var? 19-dan. Düzdür. Bəs 0-dan mənfi 8-in arasında neçədən ədəd var? 7-dən. 19-u buradadır, 7-si burada. Bir dənə də 0 var, tam ədəd istəyir. Hamısını saymalıyım. Bir dənə də 1. Topla. 0-ı da 1 ədəd kimi götürürəm, ha? Bərabərdir. 7 plus 1, 8. 8-in üstünə 19 yazsam. 27 dənə ədəd var. Yəni, bura mənfi 8 və 20 aid deyil, ha, uşaqlar. Biz bilirik ki, necə yazılır bu? Belə, mənfi 8 və 20. Yumru möhtərsə. Əgər kvadrat möhtərsə olsa, yəni, həm mənfi 8, həm 20 daxil. Onda mənə desə, neçə natural var? Natural neçədəndir, uşaqlar? 19-dən. 0-dan 20-yə qədər neçədəndən natural ədədim var? Daha doğrusu arasında, ha, 20 aid deyil. 0-dan 20-nin arasında neçədəndən natural ədədim var? 19-dən, 1-dən 19-a qədər hamısı aid. İndi keçək, tam ədədlərin cəminə çox tez-tez düşür. Uşaqlar, belə bir asan yolu var. Mən deyirəm ki, mənfi 8 ilə 20 arasındakı tam ədədlərin cəmi mənfi 7, mənfi 6, mənfi 5 ta ki gedir 5, 6, 7, 8, 9, 10 ta ki 19-a qədər. Düzdür, bu belə sıralama gedir. Mən durub bunları bir hesabladım. Belə bir qayda yadınızda saxlayın ki, biz bilirik əks ədədlərin cəmi nədir? 0. Mənfi 7-dən müsbət 7-yə qədər bütün ədədlər əksdir. Mənfi 7, müsbət 7, 0.
-6, -6, -5, -5, -4, -4. Hamısı arada var da düzdür, sadəcə yazmır. Bunların hamısı mənə verir 0. Bunları bir də hesablamağa ehtiyac yox. Yerdə nə qaldı? 8-dən 19-a qədər ədədləri yaz və topla. Məsələn, bir hasilində deyim, sonra bir dənə misal üzərində baxaq. Mənə deyir ki, -8-dən 20 ədəd arasındakı tam ədədlərin hasili. Uşaqlar, tam ədədlərin arasında bir dənə 0 var. 0 da nəyə vursam 0-dır da. Deyirsən, mənim tam ədədlərin hasili 0-dır. Məsələn, mənə desin ki, -10 və 12 arasındakı tam ədədləri tap. Deyirəm ki, tez, heç ədəd oxuna ehtiyac yoxdur. Bura bir 0 qoydum. Deyirəm, 0-dan 12-yə qədər neçə dənə natural var? 11 dənə. 0-dan -10-a qədər neçə dənə ədəd var? 9 dənə. Onda nə qədər tam ədəd var? 11 dənə natural, 9 dənə mənfi, bir dənə də 0 var. Cavab 21 dənə tam ədəd var. Neçə dənə natural ədəd var? 11 dənə natural var. Tam ədədlərin cəmini istəsə, deyirsin, ay müəllimə, -9, -8, ta ki gedirəm. 8, 9, 10, 11. Düzdür? -9-dan -9-a qədər hamısı nə verir? 0. Əlimdə qaldı 10-dan 11. Bunları da toplasam cavab nə verəcək? 21. Bəs mənə tam ədədlərin hasilini istəsə, deyirsən, mənim arada 0 var. Hasilini nə verəcək sənə? 0. Amma naturalların hasilini istəsə uşaqlar, 1-dən 11-ə qədər bütün ədədləri bir-birinə vurmaz. Ona görə sizə sual verəndə mütləq fikir verin. Nə istəyir sual sizdən? Sonda belə bir misala da baxaq. Bəzən bizə onluq kəsirlə verir. Məsələn, deyir 5,8 ilə 10,4 arasındakı tam ədədlərin hasilin tab, cəmin tab, natural tab. Eyni şey deyil. Bəs bunda nə edir? Uşaqlar, burada hesablama başlanğıcıdır 0. Burada durub 10,4. Burada da durub 5,8. 10,4-dən əvvəl 10 gələcək də. Məndən tam istəyir axı. Düzdür. Deməli, 0-dan 10-a qədər neçə dənə ədədim var? 10. Onun özünü də götürüm. Çünki mənə 10,4 verir. 10,4-dən əvvəlki tam ədədim 10. -5-dən də əvvəlki tam ədədim -5 deyil. 0-dan -5-ə qədər 5 dənə mənfi ədədim var. Bir dənə də 0-ım var. Topla. Cavab 16. Uşaqlara mən deyirəm, belə yadınızda saxlayın. Əgər onluq kəsirlə veribsə, ədədlərin tamlarını götür. 5 ilə 10, 15, üstünə də 1, 16. Əgər mənə desəydi, -5 və 10-un arasında neçə dənə var? Deyirsən 0, 0-dan 10-a qədər 9 dənə natural, 0-dan -5-ə qədər 4 dənə mənfi. 4 dənə mənfi, 1 dənə 0, 9 dənə də natural. Cavab 14. Bir balaca bu tipli mənfi müsbət ədədlərdə bunlara diqqət eləsəz uşaqlar, əsas problemlər burada olur uşaqlarda. Yenə də dərs barəsində nəyi başa düşməsəz, şərh bölməsində qeyd edərsiniz. Sağ olun.